Assalamu aleykum izləyicilər. Allah Teala xeyirli bərəkət etsin, olmayanlara qismət etsin inşallah. Sizdən paylaşmışdım bu evin ünvanını və indi videoda görəcəksiniz inşallah bu fragmenti. Bax, bu hissədən əvvəlki görmüşüm. Allah xeyirli bərəkət etsin, olmayanlara qismət etsin inşallah. Bax, bu hissədən də görəcəksiniz inşallah əvvəlki görkəmin. Görünüş belədir. Burada nə varsa hamısını mən görmüşəm. Elektrikdir, radiator santexnikdir, atqozlardır, aboydur, malərkadır, laminatdır. Bu da ikinci otaqdır. Allah Teala xeyirli bərəkət etsin, olmayanlara qismət inşallah. Bax, bu da bunun da əvvəlini görəcəksiniz inşallah. Bax, çəkişlərdə görəcəksiniz, fragmentdən çəkmişəm. Və inşallah Allah xeyirli bərəkət etsin, olmayanlar qismət etsin. Allah bu evin sahibinə də xeyirli günlər nəsib etsin. Həqiqətən də ailə çox gözəl ailədir. Çox da yaxşı ailədir. Allah olan da malına, mülkünə bərəkət versin. Bax, amin. Bu hissədə də görəcəksiniz bunun əvvəlki hissəsin. Burada da 2 otaq mənzildir. Allahın izinə 28 günə tək başına təhvil verdim. Malyarkasın, laminatın, tavandır, paduqalardır, gizli işıqdır, santexnikdir, elektrikdir. Hər bir şey Allahın izinə mənə məxsusdur. Allah Teala olmayanlar qismət etsin. Xeyirli günlər yaşasınlar. Amin.